Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bu günləri gözəl bir gündür, cümə gündür bu günləri. Eyni zamanda bir günəşli bir gündür. Həmd olsun Allaha ki, bu gözəl günü bizə vermişdi. Gözümüzü bu günə, gözümüzü açmışdı. Demək, burada bir fürsətlər vardır. Burada bir hədiyyələr vardır. İnşallah dünyamızda sülh olsun, mehribançılıq olsun, müharibələr qutarsın. Uşaqlar müharibə görməsin, uşaqlar nə günahları var ki. Dostlar, bu günümüzü daha da gözəl etmək üçün nə edə bilərik? Həm özümüzə, həm də başqasına. 5 dənə bir qayda var. Onları eləsək, həm özümüzə xeyir ola bilər, həm də başqası üçün. Onlardan biri odur ki, dost var, yaxın adam var, valideynlər var, bir təşəkkür eləmək, gözəl söz demək, tərif etmək. İkincisi, onlara bir hədiyyə etmək. Yəni, hansına imkan çatırsa, təbii ki, hədiyyə etmək, sürpriz etmək. Üçüncü, onların işlərində onlara yardım etmək, onlarla bir yerdə oturmaq. Dördüncü, həm söhbət eləmək, gözəl bir söhbət etmək. Həm özünə xoş, həm onlara xoş. Və beşinci, qucaqlaşmaq, sarılmaq. Bu dostluğa da, valideynlərə də, həyat yoldaşına, sevgilimə də, övladlarıma da edə bilərsən. Bunların hər hansı birini imkan daxilində bacarıb eləyəndə həm özü üçün gözəl bir hiss eləyə bilərsən, enerji gələ bilər özünə, eyni zamanda qarşı tərəfə də. Və bütün bunları eləyəndə əlavə olaraq da Allahın razılığını da orada hiss eləsən ki, bu işlərdə bir Allahın da razılığı vardır. Allah da məsələn bu işlərdə xoşdur. Allaha da xoş edib bu işlər. Eyni zamanda bu artıq ibadət də olmuş olar. Uğur olsun hər birinizə. Varlasınız.